Salam, hər vaxtınız xeyir olsun. Yeni gündə, yeni vloqla xoş gördük hər birinizi. Bu gün də həmişəki kimi saat 7-dir, oyanmışıq. Uşaqları dərsə yola saldım. Sonra yoldaşım axşamdan evə lazım olanlara bazarlıq etmişdi. Onları da səhər-səhər elə yerləşdirdim. Həm də qızlar usta işləyir, yəni həyətdəki evdə ustalar işləyir. Onlar da saat 8-də gəlirlər iş görməyə. Keçəcəm bunları yerləşdirib keçəcəm keks hazırlamağa. Sadə keks hazırladım. Tez soyusun ki, bişsin, soyusun ki, çayla bunu işləyənlərə hazırlayım, verim. Və belə qızlar keçdim hazırlamağa, keksi ətraflı çəkiliş etmədim. Bu keksin reseptini kanalımda paylaşım etmişəm. Sadə keks resepti yazıb baxa bilərsiniz. İstəyən yana olsa həmin reseptə girib baxa bilər. Tez-tez bişirirəm mən də bu keksi. Uşaqlar da sevir. Həm də dadlı olur, həm asandır, həm doyumlu olur. Mən də tez bazar gətirdim, hazırladım ki, həm də işləyən ustalara da çayla verim. Belə keksi də hazırlayıb qoydum, bişsin. Sonra çayniki, qəndi, konfeti belə hazırladım həyətdə işləyənlər üçün. Və belə qızlar keksi qoydum bişməyə, ət alınmışdı günortaya, yemək də hazırlamalıyıq. Onun üçün ətləri keks bişənə qədər əti də təmiz-təmiz yudum, aş düzənə qoydum, suyu süzüldü biraz da. Sonra sümüklü hissələrini ayırdım, çəkili hissələrini də ayırdım. Sümüklü hissələrindən bir neçə tikəsini qoydum qazana qaynamağa ki, günortaya çiftə bozbaş hazırlamağa, yəni tikə çiftəsi də içərisində olsun, bozbaş hazırlayacağıq. Burada artıq başladım doğramağa. Doğradım, sonra gördüm keks hazırdır. Artıq soyudu, çıxartdım, soyudu. Soyuduqdan sonra çayı da hazırladım. Sonra keçdim ətləri ət maşınından keçirtməyə. Və artıq qızlar keks də hazırdır. Çox qəşəng, eyni reseptlə bişirirəm. Hər zaman çox qəşəng də alınmışdı. İsti-istidir burada. Dediyim kimi reseptini istəyən kanalımda sadə keks yazıb reseptinə ətraflı baxa bilər. Mən bir də keksin ilk öncə bişirdikdə tavasını, yəni bişirdiyim qəlbi mütləq yağlayıb unlayıram ki, keks bişdikdən sonra qəlbdən daha rahatlıqla, yəni asanlıqla qopsun. Nə bölünmür, nə qalmır, yəni içərisində çox qəşəng də qopur, yəni qəlbin içindən düşür.
Belə. Çəkiləsi ətləri də ət maşından keçirtdim. Burada artıq keçdim yeməyi hazırlamağa. İki ətləri qoydum qaynamağa. Çiftələri də, yəni tutduğumuz çiftələri də atıram tikələrin üzərinə ki, qaynasın, kəfi çıxsın. Sonra soğanı qovurdum, tomatını əlavə etdim. Belə yeməyi də hazırladıq. Noxudunu, kartofunu da əlavə edib, burada bibər də içərisinə əlavə edirəm dadına görə. Yəni biz yeməyi bişirəndə çox bibər də əlimizdə olarsa bibər də əlavə edirik. Dəfnə yarpağı da bir dənə əlavə edirəm. Belə. Yeməyimiz də bişdi. Bişdikdən sonra heyətdə işləyənlər üçün yeməklərini ayırıb verdik. Özümüz də yeməyimizi yeyib, çayımızı içib, nə etdim sonra başladım qabları yumağa. Qabları yudum, yığışdırdım, quruladım, yerləşdirdim. Videonu burada sonlandırdım. Videonu izləyib bəyəndinizsə bəyənin işarəsi qoyub abunə olmağı unutmayın. Sizin hər bir dəstəyiniz, bəyəniniz mənim videolarıma böyük köməklik edir. Bunun üçün öncədən hər birinizə də təşəkkür edirəm. Sağ olun, sağlıqla qalın. Gələn videolarda görüşmək üzrə.